simmetrik ve qeyri-simmetrik sadə efirləri. Sadə efir. Yadınıza qalsın, sadə efiri adlandıranda son onsuz da efir sözündən bitməlidir. Ona görə bu simmetrikdir, qeyri-simmetrikdir. Sonunda hansı sözü görməlisiniz? Efiri. Onda variantlardan həmişə ad, bir də o-ad şəkilçilərini silirsiniz. Niyə? Çünki bunlar mürəkkəb efirinin sonluğudur. Sadə efir axtar deyəndə variantlarda efir sözünü saxlayırsınız. İndi gəlir simmetrik və qeyri-simmetrik sözünə. Simmetrik sadə efir deyirsə, deməli sadə efir. Sözün önü di ilə başlamalıdır. Di, yəni eyni radikal olmalıdır. Sonu isə efir sözü ilə bitməlidir. Məsələn, dimetil efiri, dietil efiri və s. Ancaq qeyri-simmetrik dedikdə, efir, sadə efir dedikdə, sonu di ilə olan variantları silirsiniz. Ancaq sonu, yəni nə ilə? Efir sözü ilə qurtarmalıdır. Deməli, simmetrik dedikdə variantlarınız di ilə başlamalıdır. Qeyri-simmetrik dedikdə di olmamalıdır. Məsələn, metil etil efiri, metil propil efiri və s. Və sadə efir axtar dedikdə at və o-ad şəkilçiləri nəyə aiddir? Mürəkkəb efirlərə aiddir. Ona görə dərhal variantlardan at o-ad şəkilçisini silirsiniz. Sonra efir sözü ilə qurtaranları saxlayırsınız. Daha sonra simmetrik deyirsə söz önünüz di ilə başlamalıdır. Qeyri-simmetrik deyirsə di olmamalıdır. Müxtəlif radikal adlar olmalıdır.